Hər vaxtınız xeyir olsun, hörmətli güləş azarkeşləri, məşqçilər və idmançılar. Bildiyimiz kimi bu il ölkəmizin idman paytaxtı seçilmiş Qazax şəhərində 11-14 mart tarixlərində bu 15 yaş qrupları arasında Azərbaycan çempionatı başlanmışdır və həmişə kimi olduğu kimi bu dəfə də adət-ənənəmizə sadiq olaraq istərdim sizlərlə bu çempionatın maraqlı prinsipal görüşlərini birlikdə təhlil edib eyni zamanda maariflənək. Onu da qeyd etmək istərdim ki, bu yaş qrupunda hakimlərin üzərində daha çox məsuliyyət düşür. Ona görə ki, bu yaş qrupunda risk də çox gözə alınmır və intensiv hərəkətlər, fənlər olur və eyni zamanda hakimlər gərək bu vəziyyətləri dəqiq və qərəzsiz qiymətləndirsinlər. Azərbaycan çempionatında maraqlı bir görüşün təhlilini istəyərdim sizinlə aparım. 52 kiloqram çəki arasında sərbəst güləş üzrə bir maraqlı sonluq oldu burada. İlk hissədə rəqib öndə olarkən və tam vaxt qurtarmamış birinci hissədə belə deyək də boşalır. Bax, bu vəziyyətdə 2-0 Göygimli güləşçi irəlilədir. Rəqib 2 xalalı yenidən hesab 4-0-dır. Hakim davam işarəsini deyir. Çünki vaxtda burada hələ 7-6 saniyələr qalır. Yəni, bax, bitməyə doğru gedir. Baxın, burada zaman gedir. Bu anda fikir verdiniz, rəqib hücum edərək xal alır rəqibindən və burada hələ vaxt qurtarmır 30 saniyə. Yəni, 4-2. O yüzden məşqçi challenge atır. Göygimli məşqçi ki, bəs burada zaman edir. Biz də bu görüşə tamaşaçılar gözü qarşısında arenada yerləşdirilmiş monitor vasitəsilə video təkrara baxırıq və təhlil edərək qərar verəcəyik. Qərar ondan ibarət olur ki, challenge. Bəli, challenge uduzur. Vaxtla birlikdə icra olunan fəndlər hər zaman qəbuldur. Bu, dünya güləş birliyində də, beynəlxalq yarışlarda da bu var, təcrübədə. Baxın, məşqçi challenge hüququnu itirir. Əgər növbəti challenge olarsa, artıq ondan istifadə edə bilməyəcək. O yüzden gərək tövsiyə edirəm ki, idmançılar, güləşçilər heç bir zaman belə deyək, vaxt qurtarmamış boşalmasınlar. Yəni, arxayın olmasınlar ki, biz irəlidəyik. Yunan-Roma güləşində 44 kiloqram çəki dərəsində daha maraqlı bir görüşü sizə şərh etmək istəyirəm. Bu vəziyyətdə deməli burada negativ güləşmə baş verir. Hakim dayandırır və hər ikindən xəbərdarlıq edir. Baxın, qırmızı geyimli güləşçi fənd etməyə cəhd etsə də ayaqdan rəqib onu yana çıxaraq yandan direkt təhlükəli vəziyyətə gətirir. Bu vəziyyət 4 xala qiymətləndirilir. Hətta belə deyək, bu yaş qrupunda zədələr bəzən çox olduğu üçün hakim tam diqqəti ilə bu görüşü nəzərdə saxlayır ki, qaldıraraq vurarsan boynunda hansısa bir zədə əmələ gələr. O yüzden daha yaxın durur vəziyyətə. Burada məşqçi challenge edir. Baxın, əli ilə göstərir ki, burada 2 xal, 4 xal razı deyilən və biz bu video görüntüyə baxırıq. Arenada yerləşdirilmiş monitor vasitəsilə hər kəsin gözü qarşısında baxaraq detallı şəkildə izahını veririk. Challenge'in nəticəsini daha doğrusu elan edirik. Bir neçə rakursdan baxılır vəziyyətə. Challenge'in nəticəsi elan olunur. Verilən xal, hakim tərəfindən verilən xal dəqiqdir, 4 xaldır və challenge udaraq əlavə rəqibə bir xal hesabına əlavə olunur. Yunan-Roma güləşində daha bir maraqlı görüş sizə şərh etmək istəyirəm 44 kiloqram çəki dərəcəsində. Burada rəqib göygimli güləşçi rəqibə aldadıcı fənd edir. İstiqaməti bu tərəfə göstərir, amma başqa bir istiqamətə fənd edərək 4 xal əldə edir. Baxın, yan hakim 4 xal verir, orta hakim işarə edir ki, burada ayaq var idi, fol var idi və xalça rəhbəri hakimləri konsultasiya dəvət edir ki, fikir mübadiləsi aparsın vəziyyətlə bağlı. Göygimli məşqçi 4 xal tələb edir, challenge atır ki, yəni burada 4 xal var idi. Konsultasiya bitir, challenge geri qayıdır və monitorda 4 xal, bax, görürsünüz 4 xal yazılır.
Qırmızı geyimli güləşçi etiraz edib bu vəziyyətə, challenge atır və monitora baxılır, video təkrara. Bəli, baş hakim tərəfindən təkrar baxıldığı zaman video yekun qərar olur ki, bəli, icra olunan fənd qaydalar əsasında idi, qanun pozuntusu olmayıb, 4 xalla qiymətləndirilir və challenge lost və 1 xalla əlavə olunur göy geyimli güləşçinin hesabına. Mən tövsiyə edərdim ki, məşqçilər hər zaman bu anlara diqqətli olsunlar. Yunan-Romada bəli, ayaqlara ən çox hakimlər diqqət edir. Çünki ayaq normalda dayaq nöqtəsidir idmançıların güləşdən, ayaqdan istifadə etməlidirlər. Amma məşqçilər hər bir toxunuş, belə deyək də, bir incə toxunuşa reaksiya verməsinlər, challenge atmasınlar. Ayaqların ayağa toxunması ola bilər, normaldır. Amma orada faul olarsa, ilişdirib rəqibi yıxarsa və yaxud da ki, rəqib fənd etdiyi zaman ayaq ilişdirərsə, imkan verməsə fəndin tamamlanmasına, bəli, o anlar fauldur. Faulu dəqiq əmin olundan sonra çalışın, challenge edin və hər bir, belə deyək, xırda bir toxunuşa qədər challenge etməyin ki, challenge yükünüz əlinizdən çıxmasın. Sərbəst güləşdə 52 kiloqram çəki dərəcəsində daha bir maraqlı vəziyyəti istəyirəm sizə şərh edim. Belədir ki, gördüyümüz kimi burada hesab 0-0-dır. Hakimlər göy geyimli güləşçiyə passivlik verirlər və bəli, hakim işarə edir ki, burada aktiv time'dir və dərhal hücum edərək 2 xal əldə edir göy geyimli güləşçi və ardınca, baxın, başlanğıc nöqtəsi xalçanın içəri hissəsi olduğu üçün bəli, hakim şərait yarar ki, fənd sonlansın və artıq out olduğuna görə 2 xal və çevrildiyinə görə partiyada 2. 2-2. Qırmızı geyimli məşqçi etiraz edir, hakimlərin verdiyi qərarla razı olmadığını bildirir və hakim güləşçidən də challenge'in, belə deyək, baxılmasını soruşur və güləşçi başına işlər ki, bəli, təkrar video baxılsın. Təkrar video baxdığımız zaman baş hakim tərəfindən göy geyimli güləşçinin etdiyi fəndlərin hamısının doğru və yerində, zamanında etdiyini təsdiqləyir. Bir neçə rakursdan baxılır vəziyyətlərə, təhlil olunur, detallı şəkildə tamaşaçıların gözü qarşısında arenada yerləşdirilmiş monitor vasitəsilə göstərilir. Bəli, bir xal göstərilir, xalça hakimi verilən qərar tam doğru idi. Mən tövsiyə edərdim ki, hər zaman məşqçilər belə vəziyyətlərdə fəndin başlanğıc nöqtəsinə diqqət etsinlər. Adətən çaşdıran nə olur? Xalçadan kənara çıxdığı zaman hakimin, yəni bəzi məşqçilərin fikirləşdiyinə görə bu artıq belə deyək də, fit verilməlidir və görüşün, yəni vəziyyətin outda olduğu, yəni məşqçilər tərəfindən hesab edilir. Amma göründüyü kimi elə deyil. Hər zaman hakimlər fəndin icra olunma nöqtəsinə diqqət edirlər. Əgər bu içəridəndirsə, əgər icra olunma başlayarsa, baş bədən icra anında out'a çıxarsa, biz onu gözləməliyik, sonluğu gözləməliyik ki, fənd icra olunub qutarsın və sonda, belə deyək ki, qərarları göstərsinlər hakim. Bu da eyni vəziyyətdə hakim şərait yaradır ki, göy geyimli güləşçi tərəfindən fənd icra olunub qutarsın və xalı göstərsin. Hörmətli məşqçilər, hörmətli idmançılar, bu mövsüm ərzində mən müşahidələrimə əsasən deyə bilərəm ki, məşqçilər bir çox challengelərdən qalib ayrılırlar. Bu sevindirici haldır ki, bunların bilik və bacarıqları kifayət qədərdir, savadlı yanaşırlar bütün vəziyyətlərə. Mən istərdim ki, bütün görüşlərdə, xüsusən də beynəlxalq arenalarda siz hər zaman qalib ayrılasınız və Azərbaycan himnini və şərəfli bayrağımızı yüksəklərə qaldırasınız. Ümid edirəm ki, bizim hazırladığımız bu buraxışlar sizin üçün faydalı olar. Təşəkkür edirəm.